Bismillahirrahmanirrahim. Allahın izniyle Rum surəsi 17-də 27 kimi həm Qurandan və ya Risale-i Nur gənclik rəhbərindən, yəni bu təfsirdir. Aydın oxuyaq. Birinci Qurandan oxuyaq. Belə isə Allahı həmişə təsbih edin. Xüsusi axşam düşərkən məğrib və işa namazlarını qılmaqla və sübh açılarkən sübh namazı qılmaqla göylərdə və yerdə ixtiyarı və qeyri-ixtiyarı həmd səna ona məxsusdur. Günün bütün vaxtlarında həmd səna ona məxsusdur. Xüsusilə əsr namazını qılmaqla və zöhr namazını qılmaqla Allah dirini ölüdən, bitkiləri dəndən, toxumlardan, heyvanları və adamları nütfədən, mömin nəsli kafirdən çıxarır və ölünü diridən, dənləri toxumları bitkilərindən, nütfələri heyvanlardan, kafir nəsli möminlərdən çıxarır. O yeri və ondan olan maddələri soyuq fəsildə öldükdən sonra isti fəsildə dirilir və siz də qəbilənizdən belə çıxarılacaqsınız. Sizin ilk baba və nənənizi vasitəsiz olaraq sizi bir neçə vasitə ilə torpaqdan yaratması, sonra da sizin saysız hesabsız bir bəşər dəstəsi olub daim yer üzünə yayılmağınız onun tövhid və qüdrət nişanələrindəndir. Onların yanında aramlıq tapasınız deyə sizin üçün mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil, öz cinsinizdən zövclər yaratmağı və sizin aranızda arvadın yaxud insanların arasında dostluq əlaqəsi, batini mehr və məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən bunda düşünən bir qövm üçün Allahın tövhidi, qüdrəti və hikmətinə dair nişanələr vardır. Göylərdə və yerdə yaradılışı, sizin dilinizi, kəlmələrinizin, danışıq tərzinizin, səsinizin və rənglərinizin, irqlərinizin və hər birinizin müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz bunda zatın xilqətində və sifətlərin müxtəlifliyinə alimlər üçün Allahın tövhidi, qüdrəti və hikmətinə dair nişanələr vardır. Sizin gecə və gündüz, beyin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan yuxunuz və onun fəzlindən ruzi və yaşayış ehtiyaclarının təmin etmək üçün imkanlar aramanızda onun nişanələrindəndir. Şübhəsiz bunda iki halda istirahət və çalışmada eşidən bir qövm üçün nişanələr, ibrətlər vardır. Şimşəyi və ildırımı, qorxu və ümid üçün, viran olmaq qorxusu və yağışa olan ümid sizə göstərməsi və göydən yağış, qar və dolu şəklində su nazil etməsi, onun vasitələri, yeri yaxud bitkiləri üçün lazım olan maddələri öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən bunda suyun nazil olması və bitkilərin həyat tapmasında düşünən bir qövm üçün onun qüdrət və
hikmətinə dair nişanələr vardır. Onun nişanələrindən biri budur ki, göy və yer məhdud bir müddətədək onun mütləq iradəsi ilə durmaqdadır. Canlıları öldürdükdən və torpaq altına aldıqdan sonra sizi bircə dəfə yerin altından səsləmək, surun ikinci dəfə üfürləməsi ilə qəfildən sizin hamınız torpağın köküsündən çıxarsınız. Göylərdə və yerdə olan hər şey ona məxsusdur. Onun həqiqi mülküdür. Çünki yaradılış, qoruma, idarə etmək və məhv etmək onun idarəsi ilədir. Və hamısı onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər. Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da fani etdikdən sonra onları qaytaran odur. Bu əməl onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər onundur. Göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri, həyat, elm, qüdrət və nur yalnız ona məxsusdur. Yerdə və göydə olan mələklər, məsumlar, övliyalar kimi ən üstün nümayəndələr ona məxsusdur. O yenilməz qüdrət və hikmət sahibidir. Bu Quranda olduğu, yəni Rum surəsinin 17-ci surədə 27 kimi. İndi bunu təfsirdən baxaq. Yəni Risale-i Nurdan. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Axşama erdiyinizdə və sabaha qavuşduğunuzda Allahı təsbih edin. Göklərdə və yerdə onların həmd və sənası ona məxsusdur. Gündüzün sonuna doğru və öğlən vaxtinə erişincə də Allahı təsbih edin, namaz qılın. Ölüdən diriyi, diridən ölüyü o çıxarır. Ölümündən sonra yeryüzünü o dirildir. Siz də kabirlərinizdə belə çıxarılacaqsınız. Yine onun ayetlerindədir ki, siz torpaqdan yaratmışdır. Sonra sizi birer insan olarak yeryüzüne yayılırsınız. Yine onun ayetlerindedir ki, size hem cinslerinizden kendilerine ısınacağınız eşler yaratmış. Aranıza muhabbet ve merhamet vermiştir. Düşünen bir toplum için elbette bunda Allah'ın varlık ve birliğine, kudret ve rahmetine deliller vardır. Göylerin ve yerin yaratılışı ile dillerinizin ve renklerinizin, seslerinizin ve simalarınızın farklılığı da yine onun ayetlerindendir. İlim sahipleri için elbette bunda deliller vardır. Gece ve gündüzde uyumanız ve onun lütfundan rızık aramanız da yine onun ayetlerindendir. Kulak veren bir toplum için bunda elbette deliller vardır. Yine onun ayetlerindedir ki size korku ve ümit vermek için şimşeği gösterir. Göyden bir su indirir ve ölümünden sonra yeryüzünü onunla diriltir. Akıl sahibi bir topluluk için elbette bunda deliller vardır. Yine onun ayetlerindedir ki göy ve yer onun emriyle ayakta durur. Sonra o sizi bir emirle çağırdığında derhal kabirlerinizden çıkarsınız. Göklerde ve yerde ne varsa onundur. Hepsi de ona boyun eğer. Mahlukatı önce yaratar, sonra tekrar diriltecek olan odur.
Bu isə onun üçün daha kolaydır. Göylərdə və yerdə təcəlli edən ən yücə sıfatlar O'nundur. Onun qüdrəti hər şeyə qalibdir. O hər şeyi hikmətlə yapar. Rum surəsi 17-dən 27-yə kimi. Yəni görürük ki, təfsirlər bizə lazımdır. Vəssalam.